Əziz xanım, bu belə bir fikir var, deyirlər ki, sağlam tənqid inkişafla doğmadır. Bir ana kimi deyə bilərəm ki, Azərbaycan mədəniyyətinə bağlı, qayğılı bir ana kimi siz tarixçilərimizlə belə bir dillə danışmağa bir ehtiyac duyursunuz. Əlbəttə. Bu da 15 il bundan əvvəl hətta Sovet dövründə, amma biraz havalar yumuşalan kimi olmuşdu. Qəzetdə, Azərbaycan Gəncləri qəzetində belə bir məclis yaratmışdılar. Hətta oraya tarixçiləri və tarixi mövzuda yazan ədəbiyyatçıları dəvət eləmişdilər. Yazıçıları dəvət eləmişdilər, o cümlədən də məni. Buna ehtiyac var. Amma biz onların vəziyyətini başa düşürük. Çünki o zaman Türk sözünü demək olmazdı. Hazırca sizə dedim ki, ərəb əlifbası ilə əlimdə kitab gördükləri üçün məni universitetdən çıxartmışdılar. Şərait elə idi ki, Rus siyasəti Sovet dövründə belə elə şəkildə idi ki, parçala ağalıq elə. Pyotrun vəsiyyəti idi. İranla Türkiyəni salışdır. Sünni-Şiə məsələsini qızışdır. Bunlar hamısı Rusiyaya qəsbikar bir ölkə kimi lazım idi. Qəsbikar dövlət kimi bizi müstəmləkəyə salmaq üçün parçalamaq lazım idi ki, biz məsələlərə Arazın özünü bizim üçün parçalanmışıq. Arazın özünü bizim üçün sərhəd qoyub bir-birimizdən ayırmayıblar. Eləcə. Belə yaralı yerimizə toxundunuz, Əziz xanım. Araz, deyirəm, bu yaralı bir yerimizə toxundunuz bu Araz məsələsində. İstərdik bilək ki, bu cənub anlayışı. Cənub anlayışı sizin dünyanızda. Özünə nə qədər kəsb edir? Mənim dünyamda cənub-şimal anlayışı yoxdur. Bir Azəri türkü var. Vəssalam. Yadıma gəlir ki, bir münasibətlə biz Culfiyə getmişdik. Bir neçə yazıçı. Rəhmətlik Azərbaycan deyəndə şeirinin müəllifi Tofiq Bayram da bizi ilə barabar idi. Mənlə çiyin-çiyinə dayanıbmış. Biz xahiş eləmişdik ki, icazə versinlər. Heç olmasa öz torpağımıza o üzə, sərhəddin, o məftillərin yanından o üzə baxaq. Bundan ötəri icazə istəmişdik biz. Bizə icazə vermişlər, Tofiq də yanında dayanmışdı. Mən elə görən kimi o tayı bayatılamağa başladım. Bu, mənim milli xüsusiyyətimizdir bizim. Araza gəmi gəldi, suların nəmi gəldi. Dur bir qol boyun olaq, ayrılıq dəmi gəldi. Arazıyam adanın, quluyam şahzadanın. Çıxaydım qabağına sizə gələn qadanın. Arazı ayırdılar, qumla doyurdular. Mən səndən ayrılmazdım, zülmünə ayırdılar. Arazın qıraqları dolu gəlir ahları. Şeh düşmüş gülə bənzər yarımın dodaqları. Arazda buz ağladı, yanda yarpuz ağladı. Oğlan bu tayda qaldı, o tayda qız ağladı. Bax, bunları mən oxuyanda bir də gördüm ki, yanımda bir hıçqırıq səsi gəlir. O mərd, o igid, o belə Azərbaycan deyəndə ayağa qalx deyib bağıran Tofiq Bayram ağlayır. Bacı dedi, niyə mənim yanan oddu ürəyimə su səpmək əvəzinə od dökürsən üstünə? Araz gözümüzün qabağından axırdı, dedim, qardaşım, ixtiyarın varmı ki, oradan bir qap su götürüm, sənin dərdli ürəyinin üstünə səpəliyim. Mənim üçün Araz budur. Mənim üçün cənub, şimal yoxdur. Bizdə ümumiyyətlə bu anlayış istəməmişik olsun. Belə zorla qaşıyıb atmaq istəmişik. İstər Süleyman Hüsəmin yaradıcılığında, istər Mirzə İbrahimovun yaradıcılığında. Kimin yaradıcılığı götürürsünüz, götürün bizdə. Bizdə bu anlayış olmuyor. İstəməmişik olsun. Zorla. Əziz xanım, bu xaricdə yaşayan soydaşlarımıza nə fikirdəsiniz? Bilirsiniz, mən hara getsəm, hansı ölkəyə getsəm, əlbəttə
soydaşlarımızla görüşürəm. Əlbəttə onların vətən deyəndə dolan gözlərini görürəm. Əlbəttə Almas İldırımın o məşhur şeiri var. Azərbaycan mənim taxtım, tacım oy. Azərbaycan mənim tacım, taxtım oy. Açılar bu, qara baxtım oy. Belə bir şey. Üzr istəyirəm şairin ruhunu. Amma çoxdur dərginik. Bizim daxilimizdə elə bir bu qərib ki olmuşuq, qərib yerə düşmüşük. Mən bunu Afrikada hiss elədim, Kamçatkada hiss elədim. O qəriblik çox qəribə bir şəkildə Azərbaycanlılara təsir edir. Azərbaycanlı qürbətdə yaşaya bilmir. Bizdə dəhşətli qürbət bayataları var. Yaşaya bilmirik biz qürbətdə. Amma bununla belə bizdə bir milli, təəssüflə deyirəm, milli bir laqeydlik var. Bir-birimizə elə belə salamla rast gəldik, salam əleykum, da dərdinə qalım, birləşək, yad yerdə bir-birimizə arxa kömək olaq, bir-birimizlə dil tapaq, oradaca öz qızlarımızla öz oğlanlarımızı evləndirək, oradaca burada indi istiqlaliyyətini qazanmış, müstəqil olmuş vətənə kömək əli uzadaq. Mən o bəziləri kimi maddi yardım bu şəklində düşünmürəm bunu. Mənəvi yardım xaricdən bizə, mənəvi yardım hər şeydən vacibdir. Harada, hansı ölkədə olsa soydaşlarımız birləşməlidir. Hətta keçmiş Sovet respublikalarında belə indi başlayıblar bu birləşməni. Bu soydaşların bir-birinə, məsələn, Qazaxıstanda mən gedəndə Qazaxıstanda gördüm bunu. Sonra Türkmenistanda gördüm bunu. Bu hallar var. Təəssüf ki, bizdə bu birləşmə halı o Sabirin biraz çox sərt deyilmiş iki misrasını misal çəkeyim. Tapmazsan iki müttəfiqür rəy müsəlman Qafqazda olan bir neçə milyon arasında. Müttəfiqür rəy olmaq lazımdır. Birlik, əqidə birliyi, vətən məhəbbətinin birliyi lazımdır. Vətənin dərdini tək çəkmək lazımdır. Təklikdə çəkilən dərd yiyər insanı, məhv eləyər insanı. Birləşəndə o dərd olur, yumruq olur. Çox sağ olun. Əzizə xanım, bunu istiqamətləndirmək üçün, bax sizin bu fikrinizi, bu düşüncənizi, bunu istiqamətləndirmək üçün bir mərkəz yaranması Bakıda siz necə baxırsınız? Lap əla baxıram. Bu məsələ bəlkə də zamanın, tarixin hökmüdür. Bu lazımdır. Çünki ola bilsin haradasa, deyək ki, mənim yaşadığım Qanada bir Azərbaycanlı, bir zamanlar yaşadığım bir şəhərdə bir Azərbaycanlı var, istəyir ürəkdən haradasa bir yardım, bir birlik istəyir, neysə bir şey istəyir eləsin, amma haraya, kimə müraciət eləsin bilmir. Üçü bir yerə gedişib, ancaq o iki də bir yerə deyə bilmir ki, kimə müraciət eləsin, azdır. Ona görə də bütün ölkələrin o birlik istəyən və istəməli olan bu zərurətdir, bu zamanın tələbidir. Mütləq bu birlik olmalıdır. Və bu birliyi də əlbəttə buradan, ona görə ki, Azərbaycan artıq müstəqil, ölkələrin, xarici ölkələrin, dünyanın tanımağa başladığı, təsdiq eləməyə məcbur olduğu bir ölkədir, istiqlaliyyətini qazanıb. Burada yaransa belə bir təşkilat çox gözəl olur. Əzizə xanım, siz söhbətinizdə belə bir şeyə müraciət edildiniz ki, bu dövləti, müstəqil yaranan təzə bu dövləti onlar dəstəkləməlidir. Bəli. Cənabdaşlar, bu çox düzgün və lazım olan bir